İnsan anasının bətnində olanda Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "İnne ahadakum yujma'u xalquhu fi batni ummihi 40 yawman nutfatan, thumma yakunu alaqatan misla zalik, thumma yakunu mudghatan misla zalik, thumma yursal ilayhi al-malak fayanfukhu fihi ar-ruh." Sizdən hər birimizin xilqəti, yaradılışı anasının bətnində 40 gün nütfə, ikinci 40 gün qan laxtası, dördüncü 40 gündə, yəni 120-ci gündə insan formasına düşürsən, mələk göndərir Allah Taala. Fəyu'mar bi-arba'i kəlimət. Allah Taala əmr eləyir ona ki, 4 dənə kəlmə olsun yazsın. Bi-kətbi rizqihi və əcəlihi və əməlihi əm şəqiyyin əv səid. 4 dənə şey. Ruzu, əcəl, əməl, bədbəxt və ya xoşbəxt olacaq. Biri nə idi bizim üçün dəlil listəsi? Ruzunu Allah Taala yazır. Və fis-səmai rizqukum. Ruzunuz hardadır? Göydə. Vallahu yarzuqu men yəşə və biğayri hisab. Allah istədiyini hesabsız ruzulandırır. Ruzunu verən kimdir? Allah da Subhanahu və Teala.